Hacı müəllim artıq studiyamızdadır. Hacı müəllim, xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Və əziz tamaşaçılarımız, Vaqif bəy bizə telefon açdığı gündən, Şirvan şəhərindən Bakıya gəldiyi gündən gələndə bizə söylədi ki, mən neçə gündür ağacların altında yatıram. Bax, o sözü dedi bizə, gəldi. Və mən o sözü Hacı müəllimə dedim. Dedim, Hacı müəllim, bizə bir nəfər müraciət eləyib. Özü də yadıma düşür ki, şənbə-bazar gününə düşmüşdü, Hacı müəllim, düzdürmü? Bəli. Şənbə-bazar gününə düşmüşdü. Əlimiz heç yerə yetmədi. Səhv etmirəmsə, Qətibə xanım da xəstələnmişdi. Bircə ilə telefonu götürdüm Hacı müəllimi, yığdım ki, Hacı müəllim, bir nəfər bizə müraciət eləyib. Özü də neçə gündür deyir ki, mən ağacların altında yatmışam. Və pul tapıb Bakıya gəlib çata bilmişəm. Yəni çıxış yoluna gəlib sizin qapınızı döyə bilmişəm. Sağ olsun Hacı müəllim. Neçə vaxtdır? Bir aya yaxındır. Hacı müəllim, təşəkkür edirəm sizə. Əslində bu bizim hər birimizin borcudur. Yəni əgər bu gün kiməsə nəsə eləyə biliriksə, biz mütləq bunu eləməliyik. Sadəcə Vaqif müəllim özü o qədər gözəl insandır ki, yəni hədsiz dərəcədə gözəl bir insandır. Bilirik ki, həyatda hər zaman, hər birimiz heç düşünmədiyimiz anda çox çıxılmaz bir vəziyyətlərə düşə bilirik. Amma mən onu da qeyd edərdim ki, nə yaxşı ki, Lider televiziyası var, nə yaxşı ki, çıxış yolu verilişi var. Çünki bax, bu insanlar bura müraciət eləyirlər və onların ən azından kimsə dayaq ola bilir, dəstək ola bilir. Demirəm biz çox şey eləyə bilirik. Sadəcə əlimizdən nə gəlirsə, onu eləyə biliriksə, biz çox xoşbəxtik. Hacı müəllim, əlindən tutursunuzsa kifayətdir. Bəli, amma dərdini dinləyirsinizsə kifayətdir. Həm də mənə ən o kövrəlici məqam oldu. Vaqif müəllimin çox gözəl övladları var. Yəni o arada inanın ki, bizim o bərabər olduğumuz oğlu da hardasa bir kirayədə qalır 4-5 nəfərlə. İnanın ki, o qısa müddətdə bir günü oldu oğlunun, bir günü. Hansı ki, tələbələrin biri çıxmışdı, o öz atasını dəvət elədi ki, ata gəl bir gün bizim yanımızda qal. Çox dəhşətli bir səhnə idi əlbəttə ki. Yəni, amma ki, bir var ki, insan çarəsiz qalır və o çarəsizliyə düçar olur, bilmir nə eləsin. Amma Vaqif müəllim çox gözəl, həm enerji baxımından çox enerjili bir insandır. Həm də ki, Vaqif müəllim deyir ki, məni yaxşı bir işlə təmin edin, mən başqa bir şey istəmirəm ki. Məni bir işlə təmin edin, mən özümü dolandırım, özüm... Bir bank məsələsi də olub, bilmirəm, yəqin ki, xəbərimiz var, yoxsa... Yəni, hər halda o işləmək istəyir ki, onu ödəsin. Deyil, Vaqif müəllim dövlətdən bu məvacib də alır. Yəni, amma ki, bir dostuna... Təqaüd alır, amma bir dostuna əl tutub, dostu müraciət edib ki, mənə bankda zamin dur. Təsəvvür edirsiniz. İnsan ona görə çıxılmaz vəziyyətdə qalıb. Dostu müraciət edib ki, mənə zamin dur. Mən sənə, yəni o bankda zamin dur. Vaqif müəllim də dostcasına durub ona zamin. Ondan sonra elə alınıb ki, dostu da pis vəziyyətə düşüb, o ödəyə bilməyib. Və Vaqif müəllimin o təqaüdü hamısı gedir bank ödəmələrə. Zamin olduğuna görə. Yəni, bu insan ona görə çıxılmaz vəziyyətdədir ki, hər tərəfdən həyatdır da sınağa çəkir. Ona görə bu gün mən də xalqa müraciət eləyərdim. Yenə də o iş baxımından, sonra nə dəstək eləyə biliriksə, gəlin bu gün dəstək edin. Sizin sənətiniz nədir? Biz müraciət eləyək burada. Bəlkə sizi kimsə öz yanına... Kolleci bitirmişəm, iqtisadçı. Əlinizdən gələn nədir? Peşə, sənət? Ticarət, tədarük, direktor malı предприятия, sürücü, B, C, D, Y, bütün kategoriyalı sürücülük vəsiqəm var. Onda siz böyük maşınlarla idarə edə bilirsiniz də? Bəli, böyük maşınlar. 2 il bundan qabaq Sıxraşıya, çünki neft şirkətində. Şaqma markalı maşınlardan sürürsünüz. Bəli, böyük pritsep maşınlar, bəli, hamısı. Bütün nəqliyyat növlərini idarə edir. Mən burada müraciət eləyirəm o kəslərə ki, bizi hal-hazırda izləyirlər. Baxın, Vaqif bəyin 63 yaşı var, amma elə bir duruma düşüb ki, çıxılmaz vəziyyətdədir. Bir işi olsa... Bugün bax, bizim cəmiyyətdə belə bir fikir formalaşıb. Müəyyən yaş dövründən sonra insanlara iş yoxdur. Mən bax, bunu qətiyyətlə əleyhinəyəm. Bax, bugün fikir verin siz. Nə qədər yol avto qəzalar olur. Düzdür, biz gəncləri həmişə dəstəkləyirik. Axı, baxır hansı sahədə. Axı, bizim yaşlı nəslin zəngin təcrübəsinə ehtiyacımız var. Bugün onları kənarda qoymağa haqqımız yoxdur. Elə Vaqif müəllimi götürək. Neçə illərdir dediyinə görə sürücü işləyib. Sizcə bugün
onu hansısa bir şirkətdə işlə təmin eləmək olmazmı? Olar. Əlbəttə olar. Özəl şirkətlər. Olmaz mı? Bəli, bəli, Olar. təbii ki. Əkrəm mən buyurun. Nurani xanım, Günel xanım bir fikir söyləmək istəyir. Xahiş Aha. edirəm ona bir elə Aha. Vakif müəllimlə bağlı. Günel Qoy xanım siz Əkrəm müəllim böyükdür. O danışsın, ardıca siz deyərsiniz. Buyurun müəllim. İndi mən demək istəyirəm ki, bayaq özü məlumat verdi ki, o ikinci dərəcəli əlildir. Bəli müəllim. Və nə qədər pensiya alırsan əlilliyə görə dedin Vaqif? 243 manat. O Mənim stajım da 46 ildir. bankın Stajımdır. krediti o borçlu kimi bütün deməli sənin puluna yönəlib Hamısı gedir ora, o zamin olduğumuza 50%-dən artıq gedənməz. Elə olur ki 212 manat tutulub, 200 manat tutulub, ondan sonra 100 manat tutulub. Nə qədər kredit var? Bax, belə. Nə qədər fakt? Nə qədər Bir kredit? ildə tutulur, hələ bir ili də var. Birəm nə qədər məbləği nə qədər? Ümumilikdə məbləğ nə qədərdir? 1600 manat pul alıb, faizi ilə 2000 nə qədər Hay eləyir. Allah. Bu da Bu qalıb baylara kişinin, insaf versin Yəni mən Allah. demək istəyirəm ki, qalıb kişinin boynunda. Allah yəni baylara pensiyanın Aha. 50%-dən artığa yönələ bilməz borc öhdəliyi də o tutulma. İndi sənin nətər tuturlar onu mən bilmirəm. İndi iki hal var. Bu deyir ki, həmi mən işləmək istəyirəm. Həmi də mənim yerim yoxdur. Qocalar evinə məni yerləşdirin. Qocalar evinə yerləşən adama kim iş verər ki? O qocalar evi artıq onun yeridir, getdi orada qalır, orada yaşayır. Qocalar evinin də özünün qaydaları var ki, onu qocalar evinə qəbul eləməyə onun o məlumatları, Kriterilər var da müəyyən, düzdür müəllim. düz gəlir, Düzdür, gəlmir. düzdür, düzdür. İlham Onu müəllimə ora, onun soruşacağıq bir indi dənə onu. çıxış yolu var ki, ən yaxşı çıxış yolu ki, o mən bilirsiniz də biraz açıq danışıram və həqiqəti Bəli. deyənəm ki, özünü yıxa qocalar evinə Aha. və orada qala o kredit ki var ki, icra məmuru Aha. onu axtarıb tapacaqdı ki, bu pulu niyə ödəmirsən? Aha. Deyirlər ki, bu qocalar evindədir, bundan niyə çəkmirsiniz və borclu da ondan əl çəkək ki, bundan əl çəkin də, bu adam artıq qocalar evindədir. Adamın özü işləmir. versin, zamin niyə versin? Düz deyirsiniz. İndi o məsələ ki var, o deyir ki, mən dostuna inanıbdır. Kəsə bilmərəm. Mən gündə bu problemin içindəyik biz. Deyirəm ki, avalam ağıllı olmaq lazımdır. Adam var evini kreditə qoyur, ipotekaya qoyur, gedir, pul götürür ki, iş görürəm. Bəli. İnsan nə qədər nadan və zəlil olar ki, yaşadığı evi hansı niyyətlənsə, bəli, onlar fövqəladə hal olar, ailəsi, Bəli. evladı, cərrahi əməliyyat lazım Bəli. olar, həyatla vuruşmaq lazım olar. Onda bəli, deyərsən ki, haqq qazandırarsan. Yoxsa, mən evi kreditə qoyuram, pul götürürəm, filan işi qurmaq istəyirəm, bu cahillikdir. Bu xalq bundan əl çəkmir. Eləsi var kreditə qoyur, maşın götürür. Eləsi var, yəni bunlar... Sonra da bağlaya bilir. Doğru deyirsiniz, doğru deyirsiniz müəllim. Bu Öldürür bu məsələyə kredit bu qayıdacağıq cəmaatı. İkram müəllim. Qayıdacağıq və İnfarkt keçirirlər. Düzdür, düzdür. Məhv olurlar, şəkər tuturlar. Düzdür. Bəsdirin da. düz deyir. İkram mənim sözlərində çox böyük həqiqət var. Reklamlardan sonra mən deyim ki, Günel xanım bəlkə sizi sevindirdi. Allah hamd. İnşallah. Reklamlardan sonra talk show'umuz devam edecek. Bildirirəm. Mən sizə söz vermişdim ki, reklamlardan öncə Günel xanım Vaqif bəyi sevindirəcək. Mən indi istəyirəm ki, o məqamları hər birimiz burada izləyək. Mən bilirəm necə sevindirəcək. İstəyirəm siz də biləsiniz. Günel xanım, buyurun. Çox sağ olun, təşəkkür edirəm. Mən Dünya Azərbaycanlılar Assambleyasının məqsədi də budur ki, bu cür insanlara dəstək olmaq, kömək olmaq. Mən baxdım, həqiqətən də çox bir gənc olaraq çox məyus oldum. Həqiqətən də biz bütün gənclərin borcudur ki, bu cür insanlara dəstək olaq, gücümüz çatdığı qədər. Mən söz verirəm deyəndə, yəni biz həm qalması ilə bağlı danışıqlar aparırdıq Hacı müəllimlə. Aha. Yəni təşkil edəcəyik və işlə bağlı. Aha. İnşallah ki, yaxşı olacaq. İnşallah Allah kömək 2017-ci il sizin üçün düşərli il olacaq. Allah hamımızdan razı olsun. Günel xanım, mən təşəkkür eləyirəm sizə. Günel xanım mənim əzizlərim belə açıqlamasını vermədi. Yəqin ki, təvazökarlıq etdi, amma mən söyləyim. Günel xanım sizin işlə təmin olunmağınıza söz verdi. Bu bir, ən əsası, ən əsası. Və ikinci, işlə təmin olunub pul qazanana qədər harda qalacaqsınız? Sizin bir evə
sözsüz ki kirayə bir evə ehtiyacınız var. Bax onu da Günel xanım qarşılayacaq. Allah köməyiniz olsun Günel xanım. Qulaq xanım. Təşəkkür edirəm. Allah hamımızdan razı. Bu yerdə xalqımızın böyüklüyünü qeyd eləmədən keçə bilmərik. Çünki Günel xanıma çox böyük təşəkkürümüzü bildiririk. Sizə Hacı müəllim, sizə. Həqiqətən də çox böyük bir dəstək oldu bu məqamda. Mən inanın ki, Vaqif müəllimi bir oğlu kimi özümü sayıram. Çünki Vaqif müəllimə nə olunursa, onu qədər ən azından mən sevinirəm. Və Lider televiziyasına çıxış yoluna təşəkkür edirəm. Birdən Nurani xanım, bunu da qeyd eləməsəm heç cür mümkündür. Çünki sizin ürəyinizi qeyd eləmək istəyirəm. Demək olar ki, hər gün Nurani xanım zəng elirdi, sizi haqqında Vaqif müəllim maraqlanırdı ki, hal-hazırda indi vəziyyət necədir və bura gələn hər bir müraciət edən insana Nurani xanım sanki bir ana-bacı qayğısı ilə yanaşır. Təşəkkür edirəm, təşəkkür bax, bu veriliş Hacı bugün bu qədərdir. Bir də aydır mən olarsa çıxış Vaqif yolundan müəllimin əlini əziyyəti sıxıb çəkir. təbrik eləmək istəyirəm. Əla, əla. Mən inanıram ki, Hacı müəllim, siz onun bir kiçik qardaşı olaraq, bir oğlu olaraq ömrü boyu qalacaqsınız, dostluğunuz möhkəm olacaq. Təşəkkür eləyirəm. Bu bir ayda çəkdiyiniz əziyyətə görə təşəkkür eləyirəm. Və Allah ürəyinizə, qəlbinizə görə versin. Hamımızdan razıyam, sağ olun. siz sağ olun. Azərbaycan Və xalqı sağ olun. İlham müəllim, siz də xoş gəlmisiniz proqramımıza. Mikrofonu ötürün zəhmət olmasa. İlham müəllim, əziz tamaşaçılarımız, deməli, Bilgəkdə yerləşən Əmək və Müharibə Veteranları Pansionatının İlham müəllim, siz direktor müavinisiz, düzdürmü? Mədəni işləri üzrə direktor var. Lap yaxşı. Mən deməli sizə təşəkkür edirəm. Çıxış yolu verilişinə və Lider kanalının rəhbərliyinə ki, bizi dəvət eləmisiniz. Biz də Qocalar evi adından bura gəlmişik. Bizim sizin təşkilatlardan çoxlu qonaqlarımız olur. Həmçinin Qadınlar Cəmiyyəti adından Vəfa xanımı tez-tez bizə qonaq gəlir. Yusuf müəllim bizim paslan. Aha. Tez-tez qonağımız olur. Yusuf əmi çox istəyirsiniz. Bəli, bəli. Yusuf müəllim bizim sevimli qonağımızdır. Biz hamıya təşəkkür edirəm. Mən Qətibə xanımın adından sizin verilişinizə təşəkkür edirəm ki, bizi çağırmısınız. Biz sizə təşəkkür edirik ki, o insanların orada sözün əsl mənasında nazını çəkirsiniz. Bilirsiniz, mən bugün istəmirəm ki, o kövrək notlara, o deyir ürəyin bir sarı simi var. Ora toxunmaq istəmirəm, çünki qarşıdan yeni il gəlir. İstəyirəm onlar necə ki proqramımıza könül xoşluğu ilə gülə-gülə gəliblərsə, bax beləcə də getsinlər. Hələ sürprizimiz var qarşıda. Mənə bir yer eləyin, gəlim əyləşim sizin yanınızda. Bir gəlim sizin ortanızda əyləşim və mən istəyirəm ki, bugün sizlər də öz ürək sözlərinizi deyəsiniz. Əyləşim mi burada? Buyurun, olmasa. Bu fani dünyanın zəri zeynəti, Adəmin sevgili canıdır ana, əbədi həyatın dürlü cənnəti, Tanrının mərhəmət kanıdır ana. 9 ay ömrünə şərikdir hamı, veribdir döşündən bizlərə təamı, beşiyin başında yandıran şamı, övladın şərəfi şanıdır ana. Anadır gəzdirən bizi bətnində, qoruyub saxlayan hər bir çətində, ruhlara can verən öz xilqətində, bəşəri varlığın genidir ana. Laylayı həkk olub yaddaşımıza, əbədi dönübdür sirdaşımıza, zülmətlər içində yurtdaşımıza, səhərin doğduğu danıdır ana. Nə qədər kövrəksə, o qədər həlim. Ay Yusuf müəllim veribdi bizlərə tərbiyə, təlim. Deyir Ədil oğlu, eşitsin elim, döynən ürəyin qanıdır ana. Mən aşiq laylayına, dağ dözər qarlayına, heç bir şey əvəz olmaz ananın laylayına.
Kocalar evinde bir ana gördüm. Onurdu gözleri yola dikili. Kocalar evinde bir ana gördüm. Onurdu gözleri yola dikili. Kocalar evinde bir ata gördüm. Evlat hasretiyle beli bükülür. Kocalar evinde bir ata gördüm. Evlat hasretiyle beli bükülür. Katılmak için Yaradan ananı yaratmak için Kocalar evine atılmak için Tanrı emeklerin yaratmak için Şirini acıya katılmak için Yaradan atanı Kocalar evine atılmak için Yâre bu dünyanın sonu mu yetim Yâre bu dünyanın sonu mu yetim Burada atalar evlatsız kalır Burada atalar yuvasız kalır Neydi atalarım, neydi günahım Neydi ah analarım, neydi günahım Behişti yerleri valla Kalbine tokunan söz demeyin siz Cennetli behişti yerleri valla Kalbine tokunan söz demeyin siz Onların sesini eşidir Allah Məndən əlinizin üz deməyin siz Onların səsini eşidir Allah Məndən əlinizin üz deməyin siz Yaratmayıp ki şirini acıya katılmak için Yaradan ananı yaratmayıp
üçün Yâre bu dünyanın sonumu yedir Yâre bu dünyanın sonumu yedir Burada ata-ana evladsız kalır Burada ata-ana yuvasız kalır Neydi ataların, neydi günahı Neydi anaların, neydi günahı Neydi ataların, ah neydi günahı Neydi anaların, neydi günahı Ya Rab, Ya Rab bu dünyanın sonumu yetir Burada ata-ana evladsız kalır Burada ata-ana yuvasız kalır Neydi ataların, neydi günahı Ah neydi anaların, neydi günahı Neydi günahı, neydi günahı Teşekkür ederim Yusuf müəllim sizə. Minnətdarlığımı bildirirəm. Sağ olun. Bu da lazımdı Nurana Hanım. Bak bu mahnı lazımdı. İnsanlar belki bundan sonra belki hazırlaşır valideynlerini aparıp Daş Qoca ürəkli evinə qoysun. insanlar, Bəli, daş insanlar var. ürəkli övladlar. Ben bu mahnı okuyanda sözünüzü gittim oradan klip çektim. Klip Bak benim o çekmişsiniz. bazı da Bəli, orada bəli, o mən klipte də iştirak varım. elədi bazı da. Klip, Güzel bəli. bir senaryo çekildi klip. Bəli. İnanın bana o kadar insanlar zəylər geldi ki, təşəkkürlər geldi ve bir insan diyərəm da demirəm orada o klipte vardı o kişi orada yaşayırdı. Demek gelmişti Cəllabada mənim atamın anamın yanına ki ne olar? Övladlar gelmiş ki ne olar? Yusuf'a deyin ki bizim atamız oradan çıkartsın. Biz el qınağına gelmişik. Kəndə çıxamırıq, elə çıxamırıq. Mənim də ata-anam demiş ki gedin atağınızı getirin. Ondan sonra el sizi bağışlayar. Ona göre ne bileyim Allah insanlara insaf versin. Deyir bir dənə üzüsünə yerinə düşüb deyir bayaqları Ədiloğlu yaxşı dedi şeir dedi. Deyir fəxarətim, təxtim tacım olmuyor. Heç kimsəyə ehtiyacım olmuyor. Razıyam ki var dövlətim olmuyor. Baz xəracım olmuyor. Dərdlərimə yanan ola yanımda. Kaş atam ola, anam ola yanımda. Allah Amin. ata-anaları bizə çox görməsin. İkram müəllim, mən sizdən istəyirəm ki, bir ağsaqqal olaraq o kəslərə bir buradan səslənəsiz. Demirəm ki, valideynlərini, belə deyim, qocalar evinə qoyanlar. Elə oğullarımız var ki, aylardır analarını gedib görmürlər. Aylardır atalarından xəbəri yoxdur. Atalar öz evindədir, amma bilmir atam nə yeyir, nə içir. Anam naxoşdur yoxsa yox. Amma o ananın, o atanın gözü qapıdadır. İndi gələr, bu dəqiqə gələr. Mən bu məsələyə bir gün, yəni biraz başqa cür yanaşıram. Mən indi bu xanıma dedim ki, imkan olsaydı, əgər biz bunu bacara bilsək, biz qocalar evində bir qiraət gecəsi keçirərik onların evində və Bəxtiyar Vahabzadənin dünyanı lərzəyə gətirəcək bir poeması var, Atılmışlar. Bəli, bəli, bəli. Onu mən istəyərdim ki, bütün cavanlarımız oxusun. İndi oxumaq bilirsiniz. Hətta ona bir televiziya filmi də, tamaşası da çəkilmişdi vaxtı ikən, hardasa bir 30 ilin. Bəli. Bəli, Orada bir yerində deyir ki, küçənin bu tayı körpələr evi, bəli, o tayı qocalar sığınacağı, bəli. insan möhtac olur başqalarına, bir ömrün ilk çağı, bir Bir də də son son çağı. Doğrudan belə. Amma orada bir məsələni də deyir və mən ondan şərikəm. Biz bir adamdan nəysə umanda, ummaq haqqımız var. Ummaq. Evlatdan ummaq, valideyndən ummaq haqqı. O ummağın əvəzini əvvəlcə gərək borc kimi qoyasan. Bu xüsusən valideynlərə aiddir.
uşaqlar körpə olanda sən ona baxırsansa, onu atmırsansa, Bəli. mən uşaqlarımız kiçik olanda yoldaşıma deyirdim ki, mənim ürəyim ağrıyır. Bunları biz yedirtməsək, baxmasaq, geydirməsək bunlar məhv olar. İndi Bəli. hamını eyni dərəcədə haqlı hesab eləmək olmaz burada oturanların da. Amma öz içinə sual verməlidir ki, ürəyinə ki, mən necə baxmışam evladıma, indi ondan umuram. Ummaq haqqı qazanmaq lazımdır ki, əvvəlcə yenə deyirəm, Sizin də sözünüzdə haqq var. borcu, sonra umasan. Sizin də sözünüzdə haqq var, amma bəzən də tərsinə olur. İndi, yəni mən o heç dünya xalı deyil, Bəli. hamısını belə. Yəni birinci onu demək istəyirəm ki, əvvələn valideyn olan kəslər, analar, atalar, uşaqlarınıza baxın, evlatlarınızı atmayın. Bəli. Keyfə uyub, ondan sonra eş işlətə uyub, Bəli. Allah Taala'nın sizə bəxş elətdiyi balanı onun bunun küncünə atıb gedib onunla məşğul ol, eş işlətlə məşğul evladınıza baxın. Mən küçədə də görəndə uşaqları valideynin yanında deyirəm ki, sağ olun, yaxşı baxın uşaqlara, uşaqların qayğıya Allah ehtiyacı var eləsin sizin kimi ağsaqqalımızın. Təşəkkürümü bildirirəm. Buyurun siz də təbriklərinizi bildirin. Amma bizim bir sürprizimiz var. Gətirin zəhmət olmasa. Nuranə xanım, Bəli. mən bu çıxış yolunun bax liderin rəhbərliyinə təşəkkür edirəm. Çıxış yolunun yaradıcı heyətinə Təşəkkür edirik. Təşəkkür. Layla Hüseyin bütün yaradıcı heyətə təşəkkür. Bu təşkil ediniz bugün bizi bax bu insanlarla qovuşdurdunuz. İnansan burada olan ekspertlərə öz təşəkkürümü bilirəm, yaxşı fikirlərinə görə. Yusuf müəllimin o belə daha üzdü bizə o mahnılar, o analar haqqında. Təşəkkür edirəm. Mən Adil sizə oğlun gözəl təşəkkür öyrətdi edirəm. bizə. Amma mən istərdim ki, mənim də bu dünyada bax bu yaşa gəlmişəm, mən artıq 77 yaşım gedir. Maşallah. Doğmalardan qalıb bir bacım yüzə yaxınlaşır. Səkinə Şərurun Küçülü kəndində salamlayıram bacımı. Biz də Bir də salamlayırıq. Şəkidə mənim bacım 78 yaşında. Ay nə gözəl Sona, salamlayırıq. buradan salamlayıram. Səkinə Uzun ömürlü xanımı da, mənimlə. Sona xanımı da salamlayırıq. Dünyada qalan mənim iki doğmalardan var. Əla, Buradakı salamlayırıq. oturanlara hamısına can sağlığı arzulayıram ki. Xanıma da verin zəhmət Yeni il olmasa mübarək olsun. mikrofonu. Hamınıza Minnətdarıq. Buyurun zəhmət olmasa. Və bizim gözəl bir tortumuz var. Onu rica edəcəm. Hamımız birlikdə kəsəcəyik. Buyurun siz də təbrik eləyin. Bugün bizim xanımımız nə gözəl geyimdə, nə gözəl formada gəlib. Gözəl Hərbiçi geyimində. Yusuf müəllim hamını kövrətdi. Mən bugün başda siz olmaqla, bax bu analar olmaqla, bütün sizin kollektivi lider televiziyasının və bütün dünyada olan Azərbaycanlıların harda mənim millətim varsa hamısını yeni ilini təbrik edirəm. Təşəkkür. Hamıya can sağlığı, uzun ömür, Təşəkkür. uğurlar arzulayıram. Başqa Təşəkkür. nə deyə bilərəm? Sağ olun. Təşəkkür. Buyur. Amma mən demək istəyirəm ki, valideyn yeganə varlıqdır ki, evladını hər bir eybi ilə qəbul edir. Və hər bir evladın da borcudur ki, valideynin nə eybi olur olsun, ona sinəsini açsın, isti ocağının qapısını açsın və onu öz isti ocağının kənarında ona məhəbbət Əla, göstərsin. əla. Təşəkkür. İndi gəlin bura tortumuzu kəsək. Tortumuzu belə qoyardıq zəhmət olmasa. Bu görünərdi. Aha. Biz də təşəkkürümüzü bildiririk. Hər zaman Respublika Qadınlar Cəmiyyəti çıxış yolu proqramının yanındadır. Biz də bütün tədbirlərimizdə sizin yanınızda. Amma mən istəyirəm indi mənim analarım gəlsinlər bura. Gəlsinlər qəşəng-qəşəng bir kəsək bunu. Sonra proqramdan sonra əyləşirik Hacı müəllim, hə? İkram müəllim, bizimlə bərabərsiniz Yusuf müəllim. Gözəl bir çay süfrəsi ətrafında bu tortu qəşəng-qəşəng yeyirik. Gəlin, gəlin bura, gəlin bura, gəlin bura. Hamınız gəlin bura, gəlin. Gəlin bura. Gəlin bura, Yusuf müəllim siz də gəlin. Siz də gəlin. Dünya xanım siz də gəlin. Belə dayanaq, zəhmət olmasa, belə dayanaq, gəlin bura, gəlin bura. Mən xahiş edirəm bizim fotoqrafımızdan bizim şəkillərimizi də çəksin, zəhmət olmasa. Gəlsin bizim şəkillərimizi də çəksin, bugündən bir xatirə qalsın, Yusuf müəllim gəlin. Dəfə xanım siz də gəlin bura. Əla, əla, gəlin bura zəhmət olmasa.
Kəsin, kəsin. Bu yeni ilinizin mübarəkdir, təbrik edirik ürəkdən. Mübarək olsun. Yaşasın. Bax bizim bu insanlarımızın, xalqımızın həmişə keşində duran gözəl insanlar. Başda Cənab Prezidentimiz Allah can sağlığı versin. Allah onu var eləsin. Sağ olun. Hamınızı təbrik edirəm. Hamınızı təbrik edirəm. Yusif müəllim bayaq oxuduğu mahnıda belə bir söz var idi, cümlə var idi. Allah onları eşidir. Allah sizin dualarınızı qəbul eləsin. Amin. Mənim atamın 70 yaşı var. Anamın isə 68 yaşı var. Mən onlarsız özümü təsəvvür eləyə bilmirəm. Onlara da uzun ömür arzu eləyirəm və istəyirəm ki, onların duası bizimlə olsun həmişə. Amin. Allah analara, atalara can sağlığı versin. Təşəkkürlər əziz tamaşaçılarımız. Sabaha qədər, sabah sizinlə görüşəcəyik. Milyonları göz yaşına boğan amin. Bir araşdırmanın sonu. İkinci dəfə evdən qaçan Zeynəb gördüyünüz bu küçədə Məhəmməd Naxçıvani küçəsində yaşayır. Zeynəb balasına qovuşdu mu? Və baxın görün Amin hara gedir. Sabah Lider TV-də.